Aprel döyüşlərində cəbhədə bizə zəfər qazandıran Azərbaycan əsgərinin gücü və qüdrəti onda da qürur hissi yaratmışdı. Amma həmin vaxt 16 yaşı olan Sulduzun döyüşə getmək imkanı yox idi. Arzusu tez zamanda hərbi xidmətə getmək, vətənə xidmət edib peşəkar hərbiçi olmaq və yağı düşməni torpağımızdan qovmaq idi. Bu imkanı o, vətən müharibəsi zamanı qazandı. Söhbət haqq savaşımızda Şuşaya kimi döyüşən Azərbaycan bayrağı ordenli Sulduz Həbibovdan gedir. Sulduz Anaroğlu Həbibov 2000-ci il dekabr ayının 18-i Lənkəran rayonunun Osaküçə kəndində doğulub. 2007-2018-ci illərdə şəhid İdrak Hüseynov adına Osaküçə kənd tam orta məktəbində oxuyan Sulduz, həqiqi hərbi xidmətə 2019-cu ilin yanvarında çağırılır. Aprel döyüşləri zamanı xüsusi təyinatlı hərbiçilərimizin döyüş meydanında göstərdiyi igidlikləri eşidən Sulduz, hərbi xidmətdə də xüsusi təyinatlı qüvvələrin sıralarına daxil olacağını qarşısına məqsəd qoyur. Elə də olur. Əskər kimi qısa müddətdən sonra xüsusi təyinatlı qüvvələrin təlim və kurslarına qatılır. Fiziki və taktiki hazırlıqlarda zabit və komandirlərin diqqətini çəkərək XTQ mənsubuna çevrilir. Əskərliyə gedəndə də məqsədim vardı ki, xüsusi təyinatlı qüvvələrə seçilim və oranın hərbi qulluqçusu olum. Belə də oldu, xüsusi təyinatlı qüvvələrin əskəri oldum, sonra oranın hərbi qulluqçusu oldum. Qismət oldu ki, xüsusi təyinatlı qüvvələrin aprel döyüşlərində şücaətini görmüşdüm. Özümə də qismət oldu, 2020-də vətən müharibədə iştirak elədim. Xüsusi təyinatlı qüvvələrin təlimlərində silahdaşlarının döyüş qabiliyyətini mənimsəyən Sulduz, vətən müharibəsi başlayan kimi qarşıya qoyulan döyüş tapşırıqlarının icrası üçün hərbi əməliyyatlarda yaxından iştirak edir. Döyüş yolun başladı Füzuli şəhərinin istiqamətindən. Füzulinin bir neçə kəndini alandan sonra birinci aldığımız şəhər Cəbrayıl şəhəri oldu. Ondan sonra Füzuli şəhəri, belə üzü Şuşaya qədər yolumuz davam elədi. Döyüş tapşırığı hansı istiqamətə verilirsə, biz də o istiqamətdə canla başdan gedirdik. Şuşaya kimi igidliklə döyüşən Sulduz Həbibov noyabr ayının 6-sında Şuşa qalası ətrafında yaralanaraq döyüş meydanından təxliyə olunur. Mən yaralanmışam 06 noyabr 2020-ci ildə Şuşa şəhərində, Şuşa qalası tərəfdə. Tank zərbəsi nəticəsində yaralandım. Ondan sonra təxliyə oldum, bir gün qaldım Şuşa şəhərində. Mən elə yaralandım, xəstəxanaya gəldim. Mən həkimlərə dedim ki, sağaldım, qayıdım geriyə. Elə bizim qələbəmizin şad xəbərini orada eşitdim ki, bəs həkimlər dedi ki, cənab prezident televiziyada çıxış edib ki, müharibə bitib, sülh bağlanılıb, torpaqlarımız geri qayıdıb. Yəni onda çox sevinmişdim həqiqətən. Həmin günlərdə ürəyə cəbhədən gələn xəbərlərlə döyünən ailələrdən biri də Həbibovlar ailəsi idi. Anası Nazlı Həbibova deyir ki, oğlumdan 24 gün idi ki, xəbər yox idi. Sulduz əskərliyə gedən vaxtlarda elə hərbidə qalmaya çox meyilli uşaq idi. Məktəb vaxtında hərbidə çox məşğul olurdu. Müharibə başlayan vaxtlarda Sulduz elə bil ki, biraz ondan xəbər olmadı. Hər valideyn kimi biz də narahat olduq. Ondan sonra Sulduzun yaralanma xəbərini də eşitdik. Allah şəhidlərimizə rəhmət eləsin. Oğlumla fəxr edirəm. Çünki benim oğlum Azərbaycan bayrağı ordeni alıb. Orta məktəb illərində Sulduzun sinif rəhbəri olan Fuad Nəsrov deyir ki, şagirdi həmişə fərqlənirdi. O, Şahin hərbi idman oyunlarında məktəbimizə dəfələrlə uğurlar qazandırıb. Sulduz dəstədiyim uşaqlar içində həmişə fərqlənən uşaqlardan biri olmuş. Digər dərslərə nisbətən hərbi dərsə marağı çox idi. Məktəbimizin hərbi yarışlarında iştirakında da elə Sulduz kapitan idi, bayraqdarımız idi. Bayraq daim onun əlində idi. Elə qismət oldu, sonunda da dövlət başçımız ona bayraq ordeni verdi. Öz şagirdlərimə dərs keçəndə, vətən mövzusu gələndə elə birinci şagirdin Sulduzun adını çəkirəm ki, yəni onun getdiyi yolla getmək lazımdır. Düz yoldur, haqq yoludur, vətən yoludur. Vətən müharibəsi bitdikdən sonra Ali Baş Komandanın sərəncamları ilə hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Sulduz Anaroğlu Həbibov Azərbaycan bayrağı ordeninlə yanaşı vətən uğrunda Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunur. Qeyd edək ki, qəhrəmanımız Sulduz Həbibov Lənkəranda yerləşən regional asan xidmət mərkəzində çalışır. Ailəlidir, bir övladı var. İsmail Cəfərli, Eldəniz Qurbanov, Lənkəran.